Bəli, artıq bəzi məsələlərdən sizi agah elədi, yəni hansı aspektlərdən müzakirələrin şahidi olacaqsınız bildiniz. Ancaq digər önəmli istiqamətlərə də toxunacağıq. Özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesi bu ilin iyulun 1-də başa çatır. Proses vətəndaşlar üçün nə dərəcədə əlverişli olacaq? Zeynəb Nadirova müsahibi vasitəsilə bizi məlumatlandıracaq. Zeynəb, hər vaxtın xeyir olsun. Bir daha hər vaxtınız xeyir olsun Çinarə. Bəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən yeni məlumatımız var. İlkin girişi siz etdiniz. Qeyd eləyək ki, dövlət qurumları eyni zamanda özəl sektorlarda bağlanan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı Nazirlər Kabineti çağırış eləyib, qərar qəbul edib və bununla bağlı artıq dövlət qurumları yanvarın 1-nə qədər bu prosesi yekunlaşdırıblar. Yəni, bağlanan əmək müqavilələri elektron formaya keçib. Artıq qalıb özəl sektorlar. Bununla bağlı da müəyyən bir tarix var. O müddətə kimi yekunlaşmalıdır. Daha detallı şəkildə məlumatları verməyə çalışacağıq. Elə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı yanımdadır. İlkin Əhmədovdadır məlumatlar. İlkin bəy, buyurun eşidək sizi informasiya çərçivəsində. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli fərmanına əsasən əmək münasibətləri və məşğulluq sahəsində bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliyə əsasən əmək müqavilələri tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda bağlanmış hesab edilir. İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabineti qərar qəbul etmişdir. Bu qərara əsasən İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işə götürənlər üçün elektron əmək müqavilələrinə keçid 2025-ci il 1 iyulədək müəyyən edilmişdir. Bununla bağlı vaxt məhdudiyyətini nəzərə alaraq işə götürənlərdən elektron əmək müqaviləsinə keçirilmək xahiş olunur. Təşəkkür edirəm məlumatlar üçün və ümid edirik ki, efirimiz vasitəsilə də artıq xəbərdar olacaqlar. Bir daha vurğulayırıq ki, iyul ayının 1-nə qədər özəl sektorlarda çalışanlar da, yəni əmək müqavilələrindən gedir söhbət, elektron formaya keçməlidirlər və bununla bağlı da məlumatları izləyicilərlə bölüşməyə çatdırdıq. Burada yekunlaşdırıb sözü yenidən Çinarə sizə ötürürəm. Təşəkkürümü bildirəm Zeynəb məlumatı bizimlə bölüşdüyün üçün. İndi isə digər bir